Şokdayam. Əgər bu düz çıxsa, mən şoka düşəcəm. Mən də. Deməli, bir Rus videosunda gördüm ki, sən demə bu trikoroçkanın adı niyə trikoroçkaymış? Koroçka çörəyin qıraq hissəsidir. Deyilənə görə hər paketdə 3 ədəd çörək qırağı var. Əgər bu düz çıxsa, mən şok. Mən də. Mən iptal. 5 ədəd almışıq. 5-ini də sınayacağıq. 1, 2, 3. Yalan deyirsən. Dəqiq olsun. 1, 2, 3. Daha yoxdur. Yox. Zarafat eləyirsən. Düz söhbət imiş. Şokdayam. Baxın, çörək qırağı 1, çörək qırağı 2, çörək qırağı 3. Baxın, 3 çörək qırağı var və ona görə adı 3 koroçkaymış. İkincini açırıq. Bunda da çıxsa mən dvayoy şok keçirdəcəm. Bax 2 dənə gördüm. 3. AD 4. Anam. A5. Bizi loxladılar. Keçirik növbətiyə. 1, 2. Bax 1, 2, 3, 4, 5. 5. Doludur. Keçən növbətiyə. Bunlar artıq sos ilə olanlardandır. 1, 2, 3, 4. Qapını ört. 5. Biz o qızdan yağımız çıxırdı. Və sonuncunu da sınayaq da almışıq da. Yox. 1, 2, Yox. 3, 4, 5, 6, 7, 8, Gözlə olmadı buradan, ki. buradan. Bir sözlə yalan söhbətiymiş. Birinci 3 dənə çıxdı, biz də sevindik. Yalan söhbətdə inanmayın. Əgər belə videoları istəyirsinizsə, sınama videoları mütləq aşağıda qeyd edin. Biz də alaq çəkək. Bizə maraqlıdır belə şeylər. Sağ olun.